Dünən keyfim yaxşıydı. Dedim akşam Əşrəf Rüyaya baxım, romantik avstropka, qaranlıq otaqdan oyan. Böyle rüya geldi ki, böyle şekil çıxarsın, göstersin ki, ola mənəm də rüya. Əşrəf dedi ki, git buradan. Bu da şekil koydu yerine. O neyin omge səni? Dedə böyle dedi ki, gideceğim buradan, şekile bak sonra gideceğim. Rüya sen kelleme tüpürmeye rüya. Eşref, sen de böyle doğru mu oradaysan böyle sıradan bir tuppi olasan xenney böyle. 2 saat 20 dakika sana boş boşuna bakırıq ha. Tap dala. Neyse. Şuralar, geçen futbola, dünyanın en güzel ligasına. Big Five, Premier League 29. tur kurtardı. Monilü'de Wolverhampton Liverpool kabul edildi. Wolves 2-2 Arsenal'la oynadı. Dedi ya böyle Arsenal'ın günahıdır ne bileyim ne dedi. Sonra dalımız Aston Villa'la unuttuk dedi ya böyle şeydi. Ola sonra Liverpool geldi. Liverpool'da 2-1 uttu. Bilirler ki Championship'e düşür. Yine de futboldan sadece kayıf alırlar. Bilirler ki son oyunlardı Premier Lig'de. Yine de ne bilirsen onu da oyna. Özünden fokus çıkarma. Wolves 2-1 qələbə qazanıyorlar. Birinci time HSC, ikinci time 3 tane gol oldu. Arakadare sinəylə Van Dijk'dan uttu barbanı pozisyonunu Van Dijk səhv elədi. Dakika sənə təkbətək çıxartdı. Gomez getdi qıraydan qəşə dalini qul atdı. Konatı çata bilmədi Gomez'e. Şuralar. Sonra 83-cü Mo Salah qəşə şvetka ilə gol vurdu. 1-1 dal Blijni qula Jose San'ın səhvi var idi orada. Və 90+4'də şuralar. Uğursuz Alisson topu çıxardır. Andrea top düşür. Özünə düzəldir. Sol ayaq yana Van Dijk rəkaşet. Gol 2-1. Monilü partdir. Liverpool növbəti məğlubiyyətini götürür. Şöyle bir çətindir Liverpool oynamaq. Bilirdilər ki, çempionluqdan çox uzaqdılar. Oyuna çıxıb o 90 dəqiqə oynamaq psixologik çətin. Ona görə də Liverpool ne olsa da Çempiyon Liqasına düşməli olar. Çempionatı bir tər qutarmaq lazımdır. Wolves'un azarkeşlərini təbrik edirəm. Liverpool azarkeşləri də keçmiş olsun. Şolar. Keçən növbətdə oyuna Aston Villa Chelsea, Chelsea 2-1 uduzmuşdu son oyunu Arsenal'da. Getdilər Villa Park'a. Oyun onlar üçün yaxşı başlamadı. İkinci dəqiqədə Douglas Luiz gol vurur, qəşəng gol vurur. Arxa ilə belə qəşəng simpatik gol vurur. Dabanla, mabanla nə bilim. Sonra João Pedro günün olur. Hat-trick ilə João Pedro 36, João Pedro 46, João Pedro 64. O arada da Palmer bir dənə gol vurdu. 4-1 şey olur. Absolutely dominant futbol Chelsea, qəşəng oynayır Chelsea. Necə deyim? Teslim olmur. Arsenal'la da pis oynamamışdı. Bura geldi. Lap yaxşı oynadı. 4-1 şey olur. Chelsea aparır. 3 xalan qazanır. Vacib 3 xalan qazanır. Chelsea azarkeşlərini təbriklər. Şey olur. Keçən növbəti oyuna Brighton Arsenal Amex Stadium'da Brighton birinci time möhtəşəm oynadı. Möhtəşəm futbol en yüksək səviyyədə Arsenal'da heç nə alınmırdı. Ona baxmayaraq 9-cu dəqiqədə şey olur. Bukayo Saka çəkir, düzəldir. Qapıya zərbə vurur. Baleba rəkaşet Verbruggen məcnunundan keçir. Şey olur. Saka gol 1-0. Arsenal'da heç nə alınmır. Ümumiyyətlə birinci time bir tər qutarırıq. Brighton atak. İkinci time çıxır. Eyni vəziyyət 60-cı dəqiqə kimi. 60'dan sonra Kai Havertz oyuna girir. Biraz qapıdan oyunu uzaqlaşdırırlar. Şey olur. Kai Havertz girir, Trossard girir. Biraz necə demək, canlanma gəlir qabağa. Arsenal öz qapısından uzaqlaşdırır oyunu. Və qələbə qazanmağa bacarır. Şey olur. Arsenal çətin səfərdən 3 xalla qayıdır. Arsenal azarkeşlərini təbriklər. Son oyun, son 8 oyun, hər şey Arsenal'ın əlindədir. Şey olur. Keçən növbəti oyuna Manchester City Nottingham Forest. City ideal başladı oyunu. Qəşəng də gol vurdular. Antoine Semenyo 31-ci dəqiqədə gol vurdu. İkinci time Morgan Gibbs var şey olur. Igor Jesus şeyini skitindən sonra qəşəng arxa ilə taras ilə vurdu, daban ilə vurdu. Nə, obşum ikras ilə vurdu arasında. Mecduna Ruben Dias Donnarumma yanından da keçdi. Qəşəng gol oldu şey olur. 1-1 Rodri üstündən çox keçmədi. Başdan o qoydan 2-1. Onu tam fikirləşirdi ki, 3-1 olacaq, 2-1 də qutaracaq şey olur. Elə olmadı. Elliot Anderson və klas möhtəşəm futbolçu. Ortada oynayır, yayda arası getməli 100%. Stenka ortada 1-2 Hudson-Odoi ilə Dalini uğula vurur. Donnarumma heç nə çarəsiz qalır. 2-2 şey olur. Ondan sonra da son qırılma nöqtəsi oyun 90+7'də
Murillo şolar boş kapıdan top çıkarır. Savinho vurur, Talpa ortada Talpa. Savinho vurur, Murillo boş kapıdan top çıkardır. Nottingham'a bir xal qazandırır hardasa da Arsenal'a kömək eləyir. City 2 xal itirir. Murillo sağ olsun, City azgirişler üstün sağ olmasın. Deməli 2-2 City vacib xal itkisi ilə üz-üzə qalır. Gözlənilməz xal itkisi də Nottingham sən evdə tutmalısan, amma futbolun gözəlliyi də odur ki, olar. Premier Liqanın daha da doğrusu gözəlliyi. Gözlənilmədən çox şey olur orada. Şöyle keçən növbəti oyuna, axırıncı oyun. St. James Park'dan Newcastle Manchester United qəbul edirdi. United ideal formada gəlmişdi ora. 7 oyun, 6 qələbə, 1 heç-heçə. Hər şey yağ kimi işləyirdi şolar. Oyun da böyle senaryoda elə qurulmuşdu. United buradan qələbə ilə geçsin. 45+1'də Ramsey ikinci sarını alır. Hakimi alladır, simulyasiya edir içəridə. Təmiz futbol, təmiz simulyasiyada ikinci sarı haqlı sarıdır. Ona baxmayaraq şu olur. Anthony Gordon penalti qazanır, 3 nəfərin içində atır keçir. Fall penalti, gol vurur 1-0. United peririva getmədən, time qutarmadan gol vurmağı bacarır. Ruben Bruno qaldırır içəri, Casemiro qəşəng gol vurur başdan yana 1-1. İdeal 1-1. 10 nəfərdən Newcastle qalıb ikinci sayını çıxıb udmalısan. United təzyiq göstərə bilmir istənilən şəkildə. Newcastle da 1-1 səlif eləyir 10 nəfərləndir çünki. Amma Newcastle özündə güc tapır, axırda bir dənə kontratak eləməyəcək. Kieran Trippier, Osula verir, Osula sanki belə prime guard Bell kimi necə gedir belə qıraydan. Qabağına da Malaysia çıxır, Malaysiyanı alladır. Malaysia Osulaya baxmalansa qapıya baxır, ara bax, tribuna baxır. Hop, şimdi bir abırcı alladıma solundan da Dalini uğula Lama istarpənə bilmiş olur. Stadion Park deyirsə, həm James Park. 10 nəfərlə United udmağı bazarlar olur. Osula möhtəşəm qol vurur. United azarkeşlər üçün keçmiş olsun şolar. Newcastle azarkeşlərini təbrik edir. Bir dənə də turnir cədvəlindəyək şolar. 29-cu turnir cədvəlindəyək. Onunla da yavaş-yavaş şəkilləşdirək. Turnir cədvəli şolar. Xatırlatma. Arsenal hamıdan bir oyun çox keçirdi. 67 xal Arsenal'da birinci yer, City 60 xal ikinci yer, United 51 xal üçüncü yer, Chelsea 48 xal 5-ci yer, Liverpool 48 xal 6-cı yer şolar. Hal-hazırda vəziyyət belədir. Öpürəm, görüşər inşallah. Sağ olun.